Biz artıq DAX funksiyaları vasitəsilə measure, column və table yaratmağı bilirik. İndi isə ən çox istifadə olunan DAX funksiyalarının bəzilərinə baxacağıq. Sum, SumX, controls və if funksiyaları ilə tanış olacağıq. İlk olaraq DAX funksiyaları nə olduğuna yenidən baxaq. DAX funksiyaları Power BI-da hesablamalar aparmaq, şərtləri yoxlamaq və məlumatları analiz etmək üçün istifadə olunan hazır funksiyalardır. İlk funksiyamız olan sum funksiyasına nəzər yetirək. Deməli, verilən sütundakı bütün rəqəmsal dəyərlərin cəmini hesablayır sum funksiyası. Məsələn, burada sales cədvəlimiz var. Məsələn, unit price sütunumuz var. Bunun cəmini tapmaq istəyirik. Bu sütunda yerləşən bütün dəyərlərin cəmini tapmaq istəyiriksə, keç edirik. Sales cədvəlini seçirəm. New measure klikləyirəm və formula barda indi məsələn, cəm yazıram, ad verirəm. Sonra sum funksiyasını çağırıram və istifadə edəcəyimiz sütunu bu hissədə qeyd edirəm və enter basıram. Bu şəkildə bizim meşəmiz yarandı. İndi bir ekrana kart vizualı əlavə edib nəticəyə baxa bilərik. Gördüyünüz kimi 15,91 milyon görünür həmin dəyərlərin cəmi və bu şəkildə biz bura əlavə bir filtr də əlavə eləyib, filtrə əsasən bu rəqəmlərin dəyişdiyini də görə bilərik. Məsələn, ölkələr üzrə və ya başqa bir parametr üzrə. İndi isə SumX funksiyasına baxacağıq. SumX ilk baxışda suma bənzəyir, lakin işləmə prinsipləri fərqlidir. Sum bir dənə sütuna əsasən bütün dəyərləri toplayır. SumX isə əvvəlcə cədvəldəki hər sətri ayrıca hesablayır. Daha sonra həmin nəticələrin cəmini hesablayır. Bu tip funksiyalar iterator funksiyalar adlanır. İterator funksiyalar odur ki, cədvəldəki hər sətri bir-bir oxuyaraq yazdığımız ifadəni həmin sətr üzrə icra edir. Bundan əlavə average x, minimum x, maksimum x və digər x ilə bitən bütün funksiyalar da iterator funksiyalar adlanır. İndi buna bir nümunə çəkək. Məsələn, sales cədvəlini seçirəm. Sağ klik edib new merge edirəm. Məsələn, bura belə bir şey yazaq. Total sales sum x. Əslində total sales hesablamışıq, sadəcə indi sum x ilə hesablayaq. İndi funksiyamızı çağıraq. Və burada bizdən birinci table istəyir. Ona görə də sales cədvəlini yazıram. İndi isə ifadəmizi istəyir. Burada biz məsələn quantity və unit price sütunlarının hasilini yazırıq və enter basıram. Bu şəkildə bizim meşəmiz yarandı. Total sales sum x. İndi biz bura yenidən bir kart vizualı əlavə edirəm və həmin yaratdığımız meşəni bu kart vizualında göstərəcəm. Gördüyünüz kimi cəm bu şəkildə görünür. Bu necə işləyir? Bizim ifadəmizdə, bu ifadəmizdə quantity və unit price sütunlarının hasili görürsüz yazılıb. İlk başda gəlir quantity, yəni birinci sətrimizdəki 5-i, unit price-dəki bu dəyərə vurur və cəmi bir qıraqda qalır. Daha sonra 9 və bu 1399.820 bu dəyəri bir-birinə vurur, hasilini tapır, yəni bu şəkildə ardıcıl bütün sətirlərdə hasilləri edir və nəticəni alır. Bütün sətirlər bitdikdən sonra isə burada SumX-ə əsasən həmin o dəyərlərin hamısını toplamış olur. Yəni birinci hər sətr üzrə əməliyyatı davam etdirir, hasillərini tapır. Daha sonra həmin o aldığımız bütün nəticələri toplayır və ümumi şəkildə bizə
nəticəni vermiş olur. Yəni sum və sum x-in fərqi odur ki, sum sadəcə bir sütundakı bütün dəyərlərin cəmini tapır. Sum x isə verdiyimiz ifadəyə əsasən, məsələn bizdə vurma idi. Bütün sətirlərdə həmin o vurma əməliyyatını icra eləyir, nəticələri bir qıraqda qeyd eləyir və daha sonra yenidən ən sonda, daha doğrusu sama əsasən həmin dəyərlərin cəmini tapmış olur. Fərqi bundan ibarətdir. İndi növbəti funksiyamız countrofs olacaq. Cədvəldə neçə sətir olduğunu hesablayır sadəcə. Məsələn, biz sales cədvəlindəki sətir sayına baxmaq istəyiriksə, new measure edirəm və burada məsələn elə countrofs yazım, öz adını çağırım, öz adını yazım daha doğrusu, countrofs funksiyasını çağırıram. Və burada bizdən sadəcə table yazmağımız istənilir. Adını yazıram və enter bastım. Bu şəkildə bura bir meja düşdü. İndi yenidən kart vizualı əlavə edirəm və həmin mejanı bu kart vizualına atıram. Bu şəkildə 20.000 sətrin olduğu bizdə görünür. Buradan da gəlib görə bilərik ki, bizim CS cədvəlimizdə həqiqətən də 20.000 sətr var. Bu şəkildə controls funksiyası da sadə kimi görünsə də ən çox istifadə olunan funksiyalardandır. Sonuncu və növbəti funksiyamız olan if funksiyasına baxacağıq. If funksiyası şərtləri yoxlamaq üçün istifadə olunur. Əgər şərt doğrudursa bir nəticəni, əks halda isə başqa bir nəticəni qaytarır. İndi biz burada gələk new measure edək CS cədvəl üzərində və burada sadəcə if yazaq. Bu şəkildə adını qeyd edirəm. Daha sonra if funksiyasını çağırıram. Burada deyirəm ki, cəmi quantity sütununun cəmi əgər bizdə böyük bərabərdirsə 100.000-dən o zaman nəticə kimi məsələn high versin. Əks halda low versin. Bu şəkildə edirəm. Və dax funksiyamızı yazdıq. İndi isə kart vizualı əlavə edeyim. Yenidən həmin yazdığımız mejanı bura əlavə edirəm. Və gördüyünüz kimi nəticə high çıxdı. İndi biz bunu yoxlamaq üçün məsələn buradakı dəyəri 120.000 etsək bu zaman log olacaq. Deməli, buradan da başa düşürük ki, cəmi 100.000 və 120.000 arasında bir dəyərdir. Və bu şəkildə if funksiyasından da istifadə etmiş olduq. Ən vacib DAX funksiyalarının bəziləri haqqında danışdıq. Növbəti videolarımızda da bu DAX funksiyalarının davamı gələcək.